kim tam razıdır həyat yoldaşından, narazıdır daha doğrusu həyat yoldaşından, dursun. Hamı durur, bir nəfər oturur, deyir şükür Allah aramızda bir nəfər var, o da öldürür özünü ki, dünən vurub qıçımsınıb dura bilmirəm, yoxsa ki birinci mən durardım. Deyir bu hələ belə də olmalıdır. Niyə? Çünki kişi öz hökmünü irəli sürür. Qadın öz hökmünü irəli sürür. O deyir mən deyəndi, bu deyir mən deyəndi. Yolu nədir? İkisi də təslim olmalıdır, ağ bayrağın qaldırmalıdır ki, kişi də deməlidir ki mən deyən deyil, qadın da deməlidir ki mən deyən deyil. Bəs kim deyəndir? Allah nə deyirsə odur. Əgər doğrudan da fərq eləməz kişi, qadın, kişi ilə kişi arasında, qadınla qadın arasında. Bu ədavət ki, bu vuruşma ki var, bu cəmiyyətdə çıxıb görürsən. Hamı bir-birinə can deyib can eşidir. Üzünə söyən üzünə söyür. Üzünə söyə bilməyən statusda yazır. Nə bilim, qaynanasına acıq verən, baldızını yandırıb tökən, nə bilim, qaynına nə bilim, nə deyən, bir-birlərinə sözləri ancaq bu profillərindən, statuslarına, ona söz atır, buna söz atır. Şimdi böyle üzbözdə deyən də deyir. Nəticədə nədir? Düşmənlər